Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Biz sizinlə Paradoks Tədris Mərkəzində təşkil olunmuş OTK-nın buraxılış sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. 11-ci siniflər üçün izahdan öncə bir şeyi qeyd edeyim. Bizim Cəlilabad rayonunda əyani dərslərimiz keçirilir. Həm blok, həm də buraxılış istiqamətində. Azərbaycan dildə, ədəbiyyat fənnidə. Dərslər haqqında məlumat almaq istəsəniz 051 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir də ki, videonun sizə faydası dəyərsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın, zəhmət olmasa. Keçək suallara. Sözlərin mənasını nəzərə alaraq ardıcılığı müəyyən edin. Təbiətən dərrakəli, anlaqlı, idraklı, intuisiyalı bu fəhmli sözüdür. Deməli, birinci gəlir 2. Saxlamaq üçün birinə müvəqqəti verilən əşya, pul, bu əmanətdir. Gəlir 4. Birini qorumaq, ona havadarlıq və qayğı göstərmək, bu himayə etməkdir. Himayədir, yəni 1. Xoş söz, tərifdə, komplimentdir. Cavab olur 2, 4, 1, 3. Yəni A variantı. İkinci suala baxırıq. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Elə bil nə vaxtsa yaşamışam mən. Deyəsən bir zaman atım da olub. Nə vaxtsa döyüşə atılmışam mən. Əlimdə qılıncım, qalxanım olub. Tün qara hərflərlə yazılmış söz adlıq halda deyil. Doğrudur, döyüşə, yönlük haldadır. Bu doğru fikirdir. Birinci misrada frazoloji birləşmə işlənməyib. Elə bil nə vaxtsa yaşamışam mən. Bu da doğrudur. Burada frazoloji birləşmə yoxdur. Dördüncü misrada yerli halda olan söz həm də mənsubiyyət şəkilçilidir. Bəli, əlimdə sözdür. Mənim əlim. Burada im mənsubiyyətdir. Dədə. Deməli, yerli hal şəkilçisidir. Bu da doğrudur. İkinci misrada mənsubiyyət şəkilçili söz adlıq haldadır. Deyəsən bir zaman atım da olub. Bəli, mənim atım ın burada mənsubiyyətdir və atım adlıq haldadır. Bu da doğru fikirdir. Cavabımız oldu E variantı. Dördüncü misrada mənsubiyyət şəkilçisi sözlərin hamısı adlıq haldadır. Səhvdir. Elə əlimdə sözü yerli haldadır, mənsubiyyət şəkilçisidir. Qılıncım adlı qaldadır, qalxanım adlı qaldadır. Amma əlimdə sözü mənsubiyyət şəkilçili yerli halda olan sözdür. Cavab oldu E variantı. 3-də yaz isminə birbaşa dır şəkilçisi qoşulsa nətər olacaq? Yazdır. Yaz isminə deyir. Sözdə ahəng qanunu pozulmaz. Bəli, baxırıq, görürük, pozulmur. A variantı getdi. Tamamlaya bilməyən fikir lazımdır bizə. Sayətlərdən biri uzun tələffüz olunur. Yazdır sözündə uzun tələffüz olunma yoxdur. Cavab olur B variantı. Sözün tərkibində 3 cingilti samit olar. Tələffüzə baxırıq. Yazdır sözü necə tələffüz olunur? Yazdı şəklində. Yazdı. Bəli, 3 dənə cingiltili var. 1, 2, 3. Yazıdır. Bu da doğru fikirdir. Bütün samitlərin qarşılığı olar. Bəli. Y-nın da, Z-nın da, D-nın da qarşılığı var. Deməli, biz sait səslər onun növləri, samit səslər onun növlərini danışanda tələffüzə baxırıq. Əgər yazılışa baxsaqdıq, səhv eləmiş olacaqdıq. Yazılışda R var. Amma tələffüzə əsən qərar verməliyik. Ona görə bu doğru fikirdir. Sözün deyilişi və yazılışı fərqlənər. Bəli, R orada tələffüzdə düşür. Cavabımız oldu B variantı. Növbəti suala baxırıq. Uyğunluğu müəyyən edin. Deməli, 2 leksik sözləri kök və şəkil çəkərək qızartılar. Deməli, sözün kökü qızardı. Qız deyil sözün kökü. Qızar, qızardan qızartı, lar da cəmdir. Bir leksik, bir qrammatik. Daraq sözündə daramaqdan daraq yarandı. Bir dənə leksik. Məktublaşdıq sözündə məktub sözün kökdür. Məktublamaq deyə bilmirik. Laş bütövdür. D qrammatik, Q qrammatik. İşləkdir sözündə işdən işlə, işlədən işlək, dirdə qrammatik. Süzgəc sözündə də süzdən süzgəzdir. İndi baxdıq. Deyir ki, 2 leksik, 1 qrammatik şəkilçisi var. 2 leksik, 1 qrammatik, məsələn, D-dədir o da. 1-ə yazdıq D-ni. L-lə 2 leksikdir burada. 1 leksik, 1 qrammatik şəkilçisi var. Bu qızartılar sözünə aiddir. Yəni A-nı yazdıq 2-yə. Yalnız bir leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. O da daraqla süzgəc sözünə aiddir. Yəni B ilə E. Deməli 1-ə D, 2-yə A, 3-ə B, E. 1-ə D, 2-yə
A3-ə B-E, yəni C variantı. C-dəki fikir isə, söz isə heç birisinə aid deyil. Ələklənmək sözünün fonetik xüsusiyyəti ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. İlk öncə onun tələffüzünü yazaq. Ələklənmək sözü necə tələffüz olunur? Ələlənmək formasında. Biraz səliqəli yazmağa çalışaq. Deməli, olacaq ələlənmək formasında. Deməli, deyir, doğru fikirdir. Yazışı və deyilişi arasında yalnız iki fərqli məqam var. Səhvdir. Burada K xırçırıqə keçib, N-ya keçib, növbəti K-də xırçırıqə keçib. 3 fərqli məqam var deyə biri çıxırıq. Sonra, cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Hara baxmalıyıq? Tələffüzə. 1, 2, 3, 4 dənə cingiltili var. 2 dənə kar samit var. Deməli, bu doğru fikirdir. 2-ni götürdük. Kar cingiltili samit qarşılığı işlənmişdir. Burada belə bir samitlər yoxdur. Ona görə 3-ü də avtomatik çıxırıq. Qarşılığı olmayan yalnız 3 samit işlənib. Yanlış fikir istəyir. Qarşılığı olmayan yalnız 3 samit işlənib. Bu səhvdir. Niyə? Çünki L-lar 2, M-lar da 2. 4 dənə samit işlənib. Deməli, 2, 4, 2, 4. Hecalardan ikisi saitlə bitir. Ələklənmək sözü nətər olur? Ələkləmək formasında biri saitlə bitir. Elə bir hecalıdır. Bir saitdən ibarət olan hecadır. Deməli, 5 də yanlışdır. Cavabımız olur 2, 4, 5, yəni D variantı. Hansı bənddəki sözlərin hamısı isimdir? Məsələn, evdardır, evdəkidir. Bunlar sifətdir. Ev isə isimdir. Artıq, məsələn, sifət də ola bilər. Ədat da ola bilər. Art feildir. Sifət deyil. Bu da getdi. Təmizləmək feildir. Getdi. Təmizlik isimdir. Bu da çıxır. Təmizdir. Bir dənə burada sifətdir. Düyün isimdir. Düyü isimdir. Düzəngah isimdir. Elə cavabımız olur D variantı. Gülərüz. Burada bizdən isimlər istəyir. Yenə də fərqi yoxdur. Evdardır, sifətdir. Artıqdır. Məsələn, sifət kimi götürmək olur. Artmaq feildir. Getdi. Təmizləmək feildir. Getdi. İsim istəyir bizdə. Bir də düyündür isimdir. Düyüdür isimdir. Düzəngah isimdir. Cavab olur D variantı. Güləriz amma burada sifətdir. Gülümsər sifətdir. Gülüş bir dənə isimdir burada. E variantda çıxdı. Cavabımız oldu D variantı. Yazışı və tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. Deməli, xiffət olduğu kimi olur, həssas da olduğu kimi, amma kasat sözü kasat kimi tələffüz olunur. Kasat. Sonu bığdı, gecə bitən sözdür. Kar qarşılığına keçir. A çıxdı. Malikanə olduğu kimi vaxtaşırı. Burada t-dıya keçir tələffüzdə. Ona görə B-də çıxdı. Qəhrəman olduğu kimi dialoq. Q-ya keçir. Həm də bura y artırılır. Ona görə C-də çıxdı. Bilərzik. Bu 2 xırçırıqla tələffüz olunur. Bu da çıxdı. Qiraət olduğu kimi, bəraət olduğu kimi, bikarda olduğu kimi. Cavab olur E variantı. Növbəti suala baxırıq. 8. Cədvələ uyğun fikirləri müəyyən edin. İlk sözün son samiti cingiltili tələffüz olunur. Q-la bitən sözdən sonra saitlə başlayan söz gəldiyi üçün burada q-ya keçir və cingiltilidir, deməli biri götürür. Şərik dostlar, burada K olduğu kimi qalır, kardır, 2 çıxdı. Kəpənək qanadları, bu kəpənək samit gəldiyi üçün K-la bitən sözdən sonra xırçırıq kimi tələffüz olunacaq. Bu da kardır, ona görə 3-də çıxır. İlk sözün son samiti kar tələffüz olunur. İştirak ərizəsi, bu K olduğu kimi tələffüz olunur. Deməli 1, 4. Məslək sirri, məslək xırçırıqla tələffüz olunur. Yenə də kağıdı 1, 4, 5. Çiçək ətri, burada K-la bitən sözdən sonra saat gəldiyi üçün K-ya keçir. O da cingilti ilə tələffüz olunacaq. 6 ona görə uyğun deyil. Cavabımız olur E variantı. 1, 4, 5. 9. Cədvələ uyğun fikirləri müəyyən edin. Onlar yeni layihə hazırlayırlar. Cümləsində layihə sözü təsirli haldadır. Bəli, onu hazırlayırlar, layihəni hazırlayırlar. Burada qeyri-müəyyən təsirli haldadır. Doğru fikirdir və doğru da verib. Deməli, uyğunluqdur. Evi təmizləyib həyata çıxdı. Cümləsində ilk söz təsirli haldadır.
Bəli, onu təmizləyib, evi təmizləyib. Burada i təsirli haldadır. Doğru fikirdir, amma verib yanlış kimi deməli götürməyəcəyik. Bakı şəhəri birləşməsində Bakı sözü adlıq haldadır. Xeyr, qeyri-müəyyən yiyəliş haldadır. Yanlış fikirdir və yanlış verib deməli uyğunluqdur. 1-3. Səndən məni soruşublarmı cümləsində hal şəkilçisi qəbul etmiş iki isim var. Bu səhvdir, çünki səndən əvəzliyi artırılıb hal şəkilçisi, məni də təsiri hal şəkilçisi yenə də əvəzliyi artırılıb. Yanlış fikirdir, amma verib doğru, uyğunluq deyil. Qardaşı dünən şəhərə yola düşüb cümləsində ilk söz adlıq haldadır. Bəli, onun qardaşı. Bu mənsubiyyət şəkilçisidir, yəni təsirli halda deyil. Doğru fikirdir və verib doğru deməli uyğunluqdur. Cavabımız oldu 1, 3, 5, yəni B variantı. Hansı sözlərin amonim məna tayları eyni nitq səsinə aiddir? Bax, cır sözü bir sifət kimi ola bilər. Bir də məsələn cır meyvə, bir də nə isə cırmaq. Bir də feil kimi ola bilər. Ətək sözü ümumiyyətlə amonim olmur. A variantı çıxdı. Nəfis sözü. Nəfis sözü bir ümumiyyətlə müxtəsərdir, nəfisdir. Bu amonim C variantı çıxır. Amonim olmur. Qıyıq sözü. Bir qıyıq ismi var, tikiş aləti. Bir də var qıyıq göz, necə göz? Sifət olur. Ona görə B də çıxır. Bəstə sözü də həmçinin bir bəstə boy, balaca boy mənasında sifət olur. Bəstə isə mahnı bəstəsi burada isim olur. Oynaq sözü. Bir oynaq hava. Necə hava? Sifət olur. Bir də biz oynaqlarımız burada isə isim olur. Ayağın, məsələn, qıçlarımın oynağı. Ona görə fərqli nüqsəsidir. Cavab olur E variantı. Yal. Bir itlərə vermək üçün horra şəkilli yem isim olur burada. Bir də dağın yalı. Burada da isim olur. Əsər sözü. Bir əsər əlamət mənasında yenə isim olur. Bir də oxuduğumuz əsər. Burada da isim olur. Qayın sözü. Bir qohum mənasında. Sən yeznə qayın, buradakı qayın isim olur. Bir də qayın ağac var. Burada da isim olur. Cavabımız ona görə olur E variantı. Keçək mətn suallarının izahına. Kəndə qayıdış mətnidir. Mətndən tanış olmayanlar videonu saxlayıb mətni oxuya bilər. Suallara baxırıq. Birinci abzasdakı nöqtələrin yerinə hansı ifadə yazıla bilər? Yoldaşlar, burada deməli qatar kiçik dayanacaqda azca yavaş idi. Əşrəf vaqonun ayaqlığından atıldı. Bu platforma olur o qatarda sərnişinlərin düşmək üçün. Ona görə cavab olur A variantı. 12-də mətnin məzmunu ilə bağlı yanlış fikirləməkdir. Stansiyaya gecələmək üçün yer olmadığına Əşrəf yola düşür. Səhvdir. Yer var idi. Sadəcə Əşrəf kəndə getmək istəyirdi. Əşrəf kasıb bir kəndlinin övladıdır. Səhvdir. Çünki orada gələnlər tapdıqca deyir ki, ağa səni gözləyir. Ağa da kasıb olmaz da. Ağalar orada o vaxtın ağaları imkanlı adamıymış. Məsələn, orada elə bu İsmail Şıxlının Dəli Kür əsərindəndir. İsmail Şıxlının əsəridir. O da Cahandar ağanın oğludur Əşrəf. Cahandar ağa da imkanlı şəxs olub. Ona görə 2 də səhvdir. Qatarda düşəndə Əşrəfin hər hansı yükü olmur, səhvdir. Bu belə birinci abzasda var ki, Əşrəf vaqonun ayağına atıldı, sonra yol çamadanını götürdü. Deməli, çamadan varmış da, çamadan bir yükdür. Deməli, bu da səhvdir. Cavab olur 1, 2, 3, B variantı. Stansiya ilə Əşrəfin kəndlərinin arasında çay da var idi. Bəli, o Kür çayı var idi. Kürü keçə bilməyəcəkdi. Orada belə bir cümlə var idi. Əşrəfin geyimi yerli cəmiyyətin ənənəvi geyiminə uyğun deyil. Bəli, ona görə elə o belə deyildi, əlindəki geyimi verirlər ki, geyimini dəyiş. Bax, al paltarını dəyiş. Ağa tapşırdı ki, kəndə rus libasında gəlməsin. Ayıbdır. Bu da doğru fikirdir. Sonra, mətnə əsasən doğru fikri müəyyən edin. Hadisələr qış vaxtı cəryan edir, səhvdir. Əşrəfin Qorudan kəndlərinə gəlməsi ilk dəfə deyildi. Bəli, doğrudur. Hər dəfə deyir, adam qarşılayırdı məni. Belə bir cümlə var mətndə. Deməli, deyir ki, bəs Şamxalanı mənim qabağıma həmişə o gələrdi.
Deməli bu gəlirmiş ki, hər dəfə bunu qarşılayırlar. Cavabımız olur B variantı. 14-də. Mətnə əsasən cədvəldə uyğun fikirləri müəyyən edin. İç cümlə çıxarsa heç bir məzmun dəyişikliyi baş verməz. Bu yanlış fikirdir. Deyir, qatar kiçik dayanacaqda azca yavaşıdır, cümləni çıxardıq. Əşrəf vaqonun ayağından platformaya atıldı, sonra yol çamadını götürüb stansiyaya yaxınlaşdı. Qatarı yol salan gözətçi səhər çağı tək qalan sərnişə baxdı. Cümləni çıxarsa müəyyən bir məzmun natamamlığı yaranacaq. Ona görə biri səhvdir. Məcazi məna ifadədə işlənmişdir. Bu bədii üslubda olan mətndir. Təbii ki, burada məcazi məna olacaq. Deməli ki, son abzas 2 abzas şəklində verilməlidir. Son abzas 2 abzas şəklində verilməlidir. Cəhər cilovun boşaldığını hissetdi, bir əl atıldı. Ətrafa da aşağı çəkildi. Tapdıq cildi onlar xısını dördünü alçatdılar. Bu da səhvdir. Yanlış fikir. Obrazların nitqləri monoloqda təqdim edilir. Monoloq yox, dialoq şəklində verilirdi. Onlar danışığı var idi. Danışıqda dialoqdur. 4 səhvdir. Nəticə hissəsində mətnin məzmununa bağlı olmayan cümlə işlənmişdir. Belə bir cümlə yoxdur, səhvdir. Deməli ona görə 5 olacaq. Hadisələr müəllif təhkiyəsi. Yəni müəllifin danışığı var. Bir də obrazların danışığı da var burada. Ona görə 2, 4, 5 cavabımız olacaq E variantı. 15-ci sual. Bu yaxınlarda kənd yox idi cümləsi mətndəki hansı işarənin yerinə daha uyğundur? Deməli yoldaşlar, burada birinci işarəyə deyir, onun geyimindən seminarist olduğunu bilirsə daha da təəccübləndi. Bu yaxınlarda deyir ki, kənd yoxdur. Bu vaxt o hara gedəcəkdi? Ona görə bu hissəyə artırmaq olar. Kənd yox idi, o hara gedəcəkdi? Ona görə bu hissəyə D variantı uyğundur 15-ci sualda. Sonra 16. Üzərində rəqəm yazmış sözlərin mənasını yazın. Üzərində rəqəm yazmış hansıdır? Əşrəf yəhərin üstündə qanılır. Burada birinci yəhərdir. Yəhər nədir? Qoşqu ləvazimatdır. O atların belə deyək, idarə eləmək üçün kəmərdən olan qoşqu olur yəhər. Yox, yəhər o deyil, əstəğfurullah. Cilovdur o. Cilov o qoşqu alətidir. Atın cilovunu çəkmək, kəmərdir. Yəhər oturmaq üçün olandır. Üstündə otururlar atların. Odur. Atın üstünə qoyurlar və onun üzərində otururlar. Məsələn, kəmərlərlə bağlanır atın belinə yəhər. Atın belinə çıxanda yəhərin üzərində oturur. Yəhər odur, oturmaq üçün, oturacaq üçün bir əşyadır. Cilov isə atın o ağzına keçirilir, kəmər formasında olur. Atı idarə eləmək üçün cilovu çəkirlər, at dayanır və yaxud da döndərmək istəyəndə çəkirlər, döndərirlər, eləyər. Bu olur cilov. 17-də çərçivədə verilmiş cümlədəki fəaliyyətin Əşrəfə aid olmadığını əsaslandırın. Deməli, onlar atdan düşdülər. Əşrəfə aid olmadığını nətər əsaslandırmaq olar? Çünki gələnlər atlılar idi, tapdıq gili idi və Əşrəf də piyada gedirdi. Kəndə sarı. Ona görə belə əsaslandırmaq olar. Sonra müqayisə cədvəlində mətnlərin üslubu xüsusiyyətləri bağlı. Kəndə qayıdış mətni hansı üslubdadır? Bədii üslubda, düzdür? Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinin rəhbər tutaraq. Bu isə görürük ki, mətnin məzmununa əsasən rəsmi üçgüzar üslubdadır. Deməli, bədii üsluba nə yazmalıyıq? Bədii üsluba, yalnız bədii üsluba. Obrazlıq olur, məcazlıq olur. Bədii təsvir ifadə vasitələrindən istifadə olunur. Sonra sözün paytı funksiyasından, çox mənalılığından geniş istifadə olunur. Bu kəndə qayıdış mətninin üslubu xüsusiyyətidir. Amma bu digər bu publisistik rəsmi üçgüzar üslubda olanda isə standart formalardan, şablon ifadələrdən istifadə olunur. Belə yazmalıyıq. Ümumi cəhət isə hər ikisi üsluba aid olan ümumi cəhət yaza bilərik. Sözün belə deyək, ədəbi dilin normalarına tabe olur. Bir də funksional üslublardır. Ortaq xüsusiyyətdə bunu yazmalıyıq.
19-da altında xətt çəkilmiş cümlədəki mətnin məzmunu ilə ziddiyyət təşkil edən məqamı müəyyən edib düzəliş etməklə cümləni yenidən yazın. Deməli, altından xətt çəkilmiş cümləmiz yoldaşlar budur. Qatar yola salan gözətçi səhər çağı tək qalan sərnişinə baxdı. Bax, burada səhər çağı sözü səhv işlənib. Çünki Əşrəf gələndə artıq axşam çağı idi. Yəni, buraya yazmalıyıq axşam çağı. Səhər çağı sözünü dəyişməliyik. Sonra 20-də əvvəldə Roma rəqəmi qoyulmuş ifadələr əsasında cədvəli tamamlayın. Roma rəqəmi qoyulmuş ifadələr. Ürəyi quş kimi çırpınır, az qalırdı qanadlarım uçsun. Burada uçmaq məcazi mənadadır. Əşrəf meşəyə çatdı, çatdıysa informativdir. Deməli, uçsun sözü poetikdir. Onu digər üslubda nətər yaza bilərik? Məsələn, deyirəm ki, quşlar təhlükəni hiss edib uçdular. Burada uçmaq həqiqi mənadadır. Digərində çatmaq sözü Əşrəf kəndə. Əşrəf hara çatdı? Əşrəf meşəyə çatdı. Burada isə həqiqi mənadadır, yəni informativdir. Poetikdə yaza bilərik. Məsələn, o arzularına çatdı. Burada isə poetik mənadadır. Növbəti mətnimiz Kəlbəcər mətnidir. Baxaq onun suallarına. Deməli deyir ki, doğrudur. 21 avqust 2025-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bu səhv məlumatdır. Çünki biz burada görürük ki, 2 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilib. Ona görə biri çıxırıq. Kəlbəcərdə insanlar İslamın yayıldığı dövrdən başlayaraq məskunlaşmağa başlayıblar. Bu da səhvdir. Çünki İslamın 7-ci əsrdə İslam yayıldığı dövrlərdə yaradılıb. 7-ci əsrdə İslam yayılıb, yəni. Amma Kəlbəcər arasında 30 min ildən çox tarixi olan qədim yaşayış məskəni olur. Deməli, insanlar çox qədim zamanlarda burada yaşayıblar. Ona görə bu da səhvdir. Yanlışdır. 1976-cı ildə Kəlbəcərdə ilk qaya təsvirləri aşkar edilmişdir. Bu yanlış fikirdir. Niyə? Çünki deyir ki, hələ 1968-ci ildə qaya təsvirləri Kəlbəcərdə öyrənməyə başlayıb. 76-da sadəcə Kəlbəcər qaya təsvirlərinin yerləşdirildiyi yaxında Azərbaycanın ən qədim yaşayış yerlərindən biri aşkar. Yaşayış yerindən biri aşkar olunub. Qaya təsvirləri aşkar edilməyib. Ona görə 3-ü götürürük. Sonra 1968-ci ildən rayonun Şorbulaq və Ağyataq ərazilərindəki qaya təsvirləri öyrənməyə başlayıb. Bu da səhv fikirdir. Çünki 1968-ci ildə Ayıçınqıllı və Pəriçınqıllı dağların qayalarında həkk edilmiş təsvirlər öyrənməyə başlayıb. Ağyataq sənaye əhəmiyyətli civə ehtiyatları yerləşirdi. Burada da qaya təsvirlərindən söhbət getmir. Ona görə 4 də səhvdir. 3-4. Sonra ehtimaldır. BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinin əsas səbəblərindən biri Kəlbəcərin işğalı olub. Bu ehtimaldır. Ona görə 3-4-5 bizim cavabımız olacaq. 6. İslam dini Azərbaycanda 7-ci əsrdə yayılmaya başlayıb. Bu isə faktdır. Ona görə 6-nı çıxırıq. Cavabımız olur E variantı. 22. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyil. Altından xətt çəkilmiş söz hansıdır? Xrom yataqları. Yataq burada hər hansı faydalı qazıntının yerin altında və ya səthində təbii toplama yeri mədən. Deməli, B-ni çıxdıq. Sonra yataqdan sonra gəlir nə? İnsanın meydana gəlməsi. Meydana gəlmək yaranmaqdır, əmələ gəlməkdir. C də çıxdı. Sonra gəlir antik dövrün abidəsi kimi. Antik dövr isə qədim dövrlər, xüsusilə Yunanistan və Roma mədəniyyətinə aid antik dövr, qədim dövr mənasındadır. Sonra diametri təqribən 20 metr olan, diametri isə dairəvi fiqurun mərkəzindən keçən 12 bərabər hissəyə ayıran düz xətt. D variantı da çıxdı. Cavabımız olur A. 23. Mətndə bununla bağlı fikir yoxdur. Kəlbəcərdə su hövzələri boyunca çoxlu qədim süni mağaraların mövcudluğu. Belə bir fikir var burada. Deyir ki, Tərtəcə boyunca qədim süni mağaralar mövcuddur. Deməli, A-nı çıxırıq. Kəlbəcərdə qızıl yataqlarının istismar olunmağa başlanması zamanı belə bir fikir yoxdur. Cavabımız ona görə olur
B variantı. 24-də. Mətnə əsasən fikirlərdən birinin dəqiqliyi təsdiq etmək olar. Kəlbəcər rayonu 1936-cı ildə yaradılıb. Belə bir fikir yoxdur, ona görə A çıxdı. Beynəlxalq əhəmiyyətli qərar uzun müddət reallaşdırıla bilməyib. Bəli. Elə o BMT-nin qəbul etdiyi qətnamə, belə deyim də, 93-cü ildə Kəlbəcər işğal olunandan sonra qəbul olunub və ta 2020-ci ilə qədər o qətnamə belə deyək, özünü göstərə bilməyib, təsdiqini tapa bilməyib. Yalnız Azərbaycanın rəşadətli ordusunun gücü, qüvvəsi, qəhrəmanlığı nəticəsində Kəlbəcər işğaldan azad olunub. Ona görə B-ni rahatlıqla deyə bilərik. Cavabımız olur B variantı. 25-də. Hansı faktlar mətndə yoxdur? İşğal dövründə məcburi köçkün düşmüş Kəlbəcərlilər indi rayona qayıdırlar. Belə bir fikir var, elə axırıncı abzasa əsasən demək olar onu. Deyir, buraya qayıdan Kəlbəcərlilərə demişdi Prezident İlham Əliyev. Deməli, qayıdırlar, qaçqınlar. Məcburi köçkünlər, belə deyək. Azad edilmiş Kəlbəcərdə yenidən qurma işləri aparılır. Bəli. Bu da var, axırıncı abzasda. İnkişaf edilir, əvvəlki gözəlliyi bərpa edilir. Kəlbəcər onun şəhəri canlanır. Buraya həyat qayıdır. Bunu da deyə bilərik. 27 sentyabrda başlanan uğurlu əməliyyatlar sona qədər davam etdirilir. Belə bir fikir mətndə yoxdur. 3-ü çıxırıq. Kəlbəcərdə bir çox istedadlı insanlar yaşamışlar. Bunu da mətnə əsasən deyə bilmərik. Rayonu tərk etməyə məcbur qalan Kəlbəcərlər əsasən Aran zonasında məskunlaşmışlar. Belə bir fikir də yoxdur. Cavabımız olur C variantı. 5-ci abzasda mətnin üslubunun səciyyəvi xüsusiyyətləri üçün xarakterik olmayan cümlələri yazın. Fikrinizi əsaslandırın. Deməli, yoldaşlar, 5-ci abzasda bu var, tarixin dərin qatlarından günümüzə qonaq gələn bu tikili. Bax, bu bədii üslubu xüsusiyyətləri ilə zəngin olan cümlədir. O cümlədir, dediyimiz cümlə odur və əsaslandırmada yazırıq ki, burada obrazlıqdan, məcazidən geniş istifadə olunur. Bu da bədii üsluba xas olan xüsusiyyətdir. 27-də 6-cı abzasdakı nöqtələrin yerinə uyğun söz yazın. 6-cı abzas. Deyir ki, Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarının dərhal çıxarılması. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması öz əksini tapır. Yazmalıyıq, öz əksini tapır. Öz əksini tapır. Və yaxud da yazılıb. 28. Neçənci abzasların yeri dəyişdirsə, mətnin tərkib hissələri arasında əlaqə bərpa olunur. Bax, burada 6-cı və 7-ci abzasların yeri dəyişdirilməlidir. Niyə? Çünki əsaslandırma belə eləyə bilərik ki, əvvəl Kəlbəcər işğal olunur, sonra BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edir. Yəni, birinci bu 7-dəki hadisə baş verməlidir, sonra 6-cı abzasdakı hadisə baş versin. Demə 6 ilə 7-ni dəyişdirməliyik. 29-da Kəlbəcər ərazisində türklər qədim zamanlarda məskunlaşmışlar. Bu müddəadır. Fakt kimi nə yaza bilər? Məsələn, Kəlbəcər sözü qədim türk dilində çay üstündə qala deməkdir. Sonra Kəlbəcər qədim insan məsələlərindən biridir. Belə bir faktlar yazmaq olar. 30-da tün qara hərflərlə verilmiş sözə əsasən cədvəli tamamlayın. Sözün mətnləşindən fərqli mənası. Tün qara hərflərlə, deyir ki, 4-cü geoloji dövrlə bağlıdır. Burada əlaqəlidir mənasında işlənmişdir. Amma digər mənada necə işlətmək olar? Bağlıdır sözü qıfıllıdır, kilidlidir mənasında işlənə bilir. Məsələn, qapı bağlıdır. Cümlədə də belə yazırıq. Sonra bağlıdır. Bağlı, bostanlı mənasında işlənə bilər bağlıdır. Məsələn, onun həyatı bağlıdır, bostanlıdır. Bu mənada işlənə bilərik. Yəni, mətndəkindən fərqli məna deyəndə bir amonim kimi yanaşmaq lazımdır. Yəni, müxtəlif hansı mənalar ifadə edilir, elə yanaşmaq lazımdır. Bu qədər. Sağ olun.